Bazarlarda kiloqramı 6-7 manata kartof satılır. Gerçeği öyrənmək üçün Xəzər TV bazarlarda çəkiliş eləyib. Həqiqətən də kiloqramı 6-7 manata kartof satılır. Belə ki, söhbət xırda kartoflardan gedir. Satıcıların sözlərinə görə məhsul həm yeni, həm də keyfiyyətlidir. Buna görə də yerli bazarda bu qiymətə təklif olunur. Alıcılar da bildirirlər ki, bu xırda kartoflar olduqca dadlıdır, lakin qiymətləri isə xeyli yüksəkdir. Satıcılar həmçinin qeyd edirlər ki, yaxın vaxtlarda bu kartofun qiymətinin enməsi gözlənilmir. Lakin məhsul bol olarsa, növbəti aylarda ucuzlaşma ola bilər. Bəs siz necə? Kilosu 6-7 manata olan bu kartoflardan heç sınamısınız? Sizcə həmin dada, həmin qiymət dəyərmi?